O misal var, deyir ki, hansı dərsi keçəcəyimi demirəm, ancaq işarət veririm sizə. Qalıb yadımdan çıxıb burada. Deməli, bugünkü dərsimiz qüvvə dərsi. Niyə sildim ki, onu yazacaqdım da. Deməli, bugünkü dərsimiz Newtonun qanunları və bizim bildiyimiz kimi qüvvədir. Deməli, gəlin görək qüvvə nəyə gedir? Biz bunu nə üçün öyrənməliyik? Niyə bizə lazımdır? Ümumiyyətcə, bu Newtonun qanunlarını ürək istəyir ki, hər birini dərindən başa düşüb və aydın anlayasınız. Ancaq çox ürəyinizi yormayın, çünki bunu məcburiyyətdən oxumalısınız. Çünki bundan sonraki bütün dərslərdə hamısında Newton qanunlarından biz istifadə edəcəyik. Yaxşı, bəs Newton kimdir? Newton qanunları bizə nə üçün lazımdır? Niyə biz bunu istifadə edirik? Deməli, birinci bizim üçün bir dənə Newton bir dənə anlayış veribdi. Newtonun birinci qanunu. Newtonun birinci qanunu inersial hesablama sistemi adlanır. İnersial hesablama sistemi nədir uşaqlar? Deməli, əgər bir cismə, məsələn, mən bir dənə özümdən cisim götürüm, mən nə tapıram, tapamayacam etlə. Nəsə tapmadım. Nəsə ola bilər də, məsələn, lövhəni göstərək də elə. Lövhə burada durubdur. Və yaxud da ki, baxın, silgimiz durub yerində. Bax, dəymirəm, toxunmuram, əlimi vurmuram. Mən buna heç bir qüvvə ilə təsir etmədikdə, bu silgi yerində qalır. Dəymirəm, heç nədən işim yoxdur. Mən nə vaxt bunda yeni bir fikir meydana gətirə bilərəm? Buna toxunsam. Bax, toxunda neynədir? Tərpəndir. İndi baxın. İnersial hesablama sistemi elə hesablama sistemidir ki, əgər həmin cismə başqa bir cisim təsir etmirsə, o ya sükunətdə qalır, yəni tərpənməz qalır. Ya da ki, düzxətli, bərabər sürətli hərəkət edir. Bir dənə bunu anlayış kimi beynimizə saxlamalıyıq uşaqlar. Burada qüvvə yoxdur. Burada təcil yoxdur. Hər ikisi nədir? Sıfırdır. Təcildən söhbət gedə bilməz. Yaxşı, əgər təcil sıfırdsa da, bəs onda sürət necədir? Sürət, düzxətli, bərabər sürətli hərəkət edirik ki, nədir? Sürət dəyişmir, zamandan asılı deyil. Yol necədir? Yer dəyişmə necə asılıdır? Düz asılıdır. Yer dəyişmə zamandan düz asılıdır. Yaxşı. Bu bizim inersial hesablama sistemi üçün olan düsturlarımızdır. Bir də orada ən çox nə var? Deyir ki, cisim düzxətli bərabər sürətli hərəkət edir. Kütlə 2 kiloqramdır, təcil 5 metr bölü saniyə kvadratıdır. Qüvvə nə qədərdir? Aşıqlar 0. Düzxətli bərabər sürətli sözünü harada görsəniz, həmin an, həmin məsələnin, həmin hissənin cavabını 0 götürməlidir. Çünki düzxətli hərəkətdə qüvvə yoxdur. Yaxşı. Gələk qüvvənin üstünə. Qüvvə nədir? Qüvvə F hərfi ilə işarə edilir. Vahidi nədir? 1 Newtondur. Newton törəmə vahiddir və bunun açılışı kiloqram vuraq metr bölək saniyənin kvadratıdır. Mənim niyə buna törəmə edəcəm? İkinci qanunu izah edəcəm sizə. Gəldik qüvvələrin əvəzləyicinə. Aha. Mən burada durduğumla yanaşı uşaqlar, mənə bir neçə qüvvə təsir edir. Sürtünmə qüvvəsi təsir edir, ağırlıq qüvvəsi təsir edir, havanın müqavimət qüvvəsi, havanın Arximed qüvvəsi, edir də. 1 döy, 2 döy, 5 döy saymaqla bitmir. Çətindir bu qüvvələr? Xeyr, hər birini izah edəcəm. Çətin qüvvələr deyil. Yaxşı, bir də belə bir şey deyim. Məsələn, bu sizin yoldaşınız tutaq ki, kim qoyaq bunun adını? Mənim çöp adamlarımdan keçməyim. Nə bilim, bu Arif olsun. Bu da olsun Ramal. Ramal da mənim şagirdimdir, ona görə adı gəldi yadıma. İndi deyəcək ki, Ramal da mənim yadımı çəkdiniz. Heç nə bilim, Ramal, ağlıma gəldi. Bu da olsun, məsələn, Mehman. Bu da mənim şagirdimdir. İndi, görsünüzmü? Arif Mehmanla Ramal bunlar əlavədir. Arif istəyir ki, Ramal bunun yanına gəlsin, Mehman istəyir Ramal bunun yanına gəlsin. Bu bunu çəkir, bu bunu çəkir. Bu neynəməlidir bu yazıq? Ortadan kirə bölünəsi deyir ki, neynəyəcək uşaqlar? Düz gedəcək də. Bunun nə olmalıdır? Bir dənə əvəzləyici qüvvəm olmalıdır ki, mən nə götürüm? Mən istiqamət olaraq nə götürə bilərəm? İndi baxın. Mən burada. İndi nə edirəm? Gətirirəm, qüvvələri hesablayıram. Ay, mənim bunu necə hesablayaq? Çox asaddır. Əgər qüvvələr eyni istiqamətə gedirsə də, paralel deyil, dərəcə neçədir? 0 dərəcədir. Mən bəs əks getsə nə eləyərdik? Bəs sürətdən tam əksidir orta sürətdən. Bura F1, bura olsa F2.
Əks istiqamət deyil, bunlar nədir? Məntiqdən baxınlar gördür, kör bucaqda 180 dərəcədir. 180 dərəcə. Yaxşı, mən 90-da nə edeyim? Təbii ki, baxın. F1 belə, F2 gəldi belə. Mən 90 dərəcədə nə edirəm? Kök altında F1-in kvadratı üzərinə gələk nə? F2-nin kvadratına. Bunları hesablayırım. Gəlirəm. Bir də bizim var orada 60 dərəcə. Uşaqlar görəcək, deyəcək ki, mənim bunu həmçə 120 deyirdim, 60 deyirdi, 60 dərəcə. F bərabərdir. F1-in kvadratı, üzərinə gəlirəm F2-nin kvadratı, üzərinə gəlirəm 2F1, F2 kosinus alfa. Hə, bu barədə narahat olmam, özüm, yəni, misallərdə indi sizə başlayacağım. Bunu sildim. Orada belə bir sual var idi, uşaqlar. Məsələn, bir də mənə sualda deyir ki, birinci qüvvəm 5 newtondur. Hə, ikinci qüvvəm 4 newtondur. Bunun maksimum ala biləcəyi qüvvə. Maksimum ala biləcəyi qüvvə nə qədər olur? Bunların cəmi olur da. Onda mən nə edirəm? 5-dən 4-ün cəmi 9. Minimum ala biləcəyi qüvvə desə, mən onda çıxıram. Nə edirəm? 5-dən 4 çıxıram. Qalır 1. İşim yoxdur. Mən maksimum deyəndə topladım, minimum deyəndə çıxdım. İndi baxaq. İndi bir də bunu da verir. Mənə deyir ki, məsələn, buranı 5 vermir də, buranı, nə bilim, 8 verir. İndi uşaq vaxtdan alışqanlıq demə, dərin nəsil mühlüfəni, fikir vermədim. İndi burada marker var, bizim dövrümüzdə mel idi, meldən silirdim. Hə, bir üstəlik də silirdim də, üstümə də yaxırdım ki, meli. Qoy evə gedəndə mamam desin ki, qızım misal işləyir də. İndi onu kim oldu, mela, ən nəsildim. Mənə deyə bilir ki, bax, bu qüvvələrin ala biləcəyi qüvvələrin qiymətlərini tapın. Hansı qiymətləri ala bilər? F yazıram, ay uşaqlar. Bu mənə demədi ki, bu maksimumdur, demədi minimumdur. Demədi maksimumdur, demədi minimum. Heç bir şey demədi. Mənə deyir ki, necə, bu hansı qiymətlər ala bilər? Yaxşı, hansı qiymətlər ala bilər deyəndə mən nə etməliyəm? Mən bunun həm maksimumu düşünməliyəm, həm də minimumu düşünməliyəm. Yaxşı, mən maksimumu düşünsəm necə olar? Maksimum düşünsəm mən bunun haqqında, təbii ki, 8-dən 5-i toplayarım, eləyər 13. 13'ü yazıram bura. Yaxşı, minimumunu düşünsəm, hər halda belə, 8-dən 5 çıxaram, qalar 3. Deməli, bu 3-dən 13 arasında olan rəqəmləri ala bilər. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Nəfəsim yetmədi. 12 də rəqəmlər ala bilər. Ancaq 3-dən kiçik rəqəm ala bilmərəm, 2 ala bilmərəm, 1 ala bilmərəm, 14 ala bilmərəm, 15 ala bilmərəm, heç cür ala bilmərəm. Bu məntiqə sığası bir şey də deyil. Bir də başqa bir dənə sual var idi. Mənə deyir ki, cisim deməli düz xətli hərəkət edir. Bax, başlığını da deyir ha. Düz xətli hərəkət edir deyir mənə. Dərsən belə idi də, F2-dən deyir F3-ün cəmi, F2-dən F3-ün cəmi F1-dir. Hə, mənə deyir ki, 4 dənə əvəzləyici qüvvə ver, deyir, bu əvəzləyici qüvvə nəyə bərabərdir? 4 dənə deyir, qüvvə təsir edir. Mən onda nə edirəm? Asanlıq şəkildə F1, üstə gələk F2, Allah elə düz yazam, ha, misal səhv yazsam var mənim alıma. F4. Bərabər düz xətli hərəkət edirdir, sonu neçəyə bərabərlədir? 0-a bərabərlədir. İşim yoxdur, qaldı beləcə. Mən buradan F1'in özünü yazıram. İndi baxın. Burada F2 plus F3'ün yerinə mənə nə verib? F1. Mən bunun yerinə nə qoymalıyam? F1'i gətirib qoymalıyam da, özü şərtdə verib. Üzərinə gəldim F4'də, təzən yeni məsələ həll elədim. F4 artıq nəyə bərabər olacaq? 2F1'ə. Bax, budur. Bir də məsələn orada bizə nə verə bilər? Nə bilim, deyir ki, x ox üzrə, məsələn, y ox üzrə proyeksiyanı tap. Uşaqlar ona biraz çətinlik çəkir. Qoy onu da biraz başa salım. Amma inşallah ki, test yadımdan çıxmaz. Testi harasa yazmışam, amma itirmişəm onu. İtirmişəm. Yoxdur. Daha öz beynindən deyəcəm. Neyim daha? Bir də onu test axtarası deyirəm. Evdə qoymuşam. Zərər yoxdur, heç nə olmaz. İnşallah ki, xatırlayarım, yadımdan çıxmaz. Deməli, Y-i çəkirəm belə. Buna F-y çəkək də daha keçib. F-y çəkək. İndi birə-bir çəkə bilməsəm, niyə? İndi mən unutmuşam orada, nə bilim, orada nə yazmışdı tam. Burada F-dir. Çəkdim belə.
Dersən burada mən bilən elə bir 2-dir, 4-dür, məncə 6-dır, 8-dir. Burada yenə 2-dir, 4-dür, 6-dır, 8-dir. Buradan məncə belə bir şey testdə idi. Ya Allah, düz çıxsın. Çıxsa bay Allah. Bax, belə bir şey getmişdi. Şimdi tam həqiqətən yadımdan çıxdı. Məncə belə bir şeydi. Qoy görüm. Nə isə də nə idi daha bilmədim də. Şimdi baxın bura. Mənə x üzrə proyeksiyan tap deyəndə, fx üzrə tap deyəndə bu neçədən neçəyə gedib? 2-dən 8-ə. Düzdür mü? Bax, x üzrə burada. Bax, bura. Bax, bura. 8-dən 2 çıxanda nə qalır? 6. Necə 6? Mənfaatdır. Mən niyə mənfaat götürüb? Baxın, şu x hara gedib? Sağa. Bu hara gəlib? Bax, xət. Bax, başına baxın xətdir. Sola. Tərsdir də, küsüfdür. Gəldim mənfaatiyə. Qoydum belə, işim yox, daha dəymirəm. Mənfaatı qoydum. Y üzrə bəsliyicidir. Y haradır? Bax. Buradan çıxıb bura. Bax, 8 çıx 4. Elə də 4. Amma necə 4? Müsbət 4. Çünki eyni istiqamətdir. Heç nə eləmirəm. Dəymirəm. Bir də istəyərək sizə bir şey öyrədəcəm. İndi daha müəlliminizi üzrə hesablayın. Çünki test deyirəm, deyib də qoymuşum da videonu kəsib getmədim. Deməli, Y oxu üzrə idi. Bax, belə bir şeydir. X də belə gəlir. Bax, məsələn, belə bir şeydir. Bax, belə 6 gəlir. Bax, beləcə. Mənə deyir ki, buradan burada 6 deyəsən, hə. Yox, bura məsələn gətirin 5 götür də, eyni rəqəm götürməyək. 5 burada 0 götürək. Deyir, fx üzrə proyeksiyasını tap. Bax, bu xət nədir? Bax, bunun proyeksiyanın özündən çıxıb da. Y nədir? Avtomatik 0-dır. Fx-im nədir? 5-dən 0 arasında nə eləyir? Təbii ki, 5 eləyəcək. 5 çıx 0, 5. Ancaq necə 5? Müsbət 5. Niyə? Çünki x oxu istiqamətində, eyni istiqamətdədir. Sonra, Newton birinci qanunda orada nə var? Qoy mən sizə deyim. Deməli, sıxlıq anlayışı. Sıxlıq anlayışını, deməli, sıxlıq rho hərfi ilə işarə edilir. Rho bərabərdir düsturumuz m/v-dir və rho, deməli, vahidi kiloqram böl metrin kubudur. İndi baxın, uşaqlar. Sıxlığı ariometr adlanan cihazla ölçülən və iş prinsipi Arximed qanununa əsaslanır. Çünki Arximed kəşf edib, niyə əsaslana bilər ki? Gətirib sizin adınızı qoyasınız ki, təbii ki, öz adını qoymalıdır. Və desəz ki, bir də indi ola bilər ki, ariometrin adını verməzlər, məsələn də, onda kütləni götürün, həcmi götürün, kütləni ölçən cihazlar tərəzi, həcmi ölçən cihazlar, məsələn, ariometr. Bunları götürə bilərsiniz də orada digər vahidlər kimi. Bir də baxın, uşaqlar, orada mən qüvvəni yadımdan çıxdı demədim, qüvvəni dinamometr adlanan cihazdan ölçürəm və iş prinsipim Hooke qanununa əsaslanır. İndi ola bilər unutmuş olaraq. Bir də əsas nə var? Deməli, bərk və mayelər üçün yadınızda saxlayın. Bərk və maye maddələr üçün sıxlıq kütlədən və həcmdən asılı deyil. Mənim necə? Bərk və mayedə rho m-dən də v-dən də asılı deyil. Bu nədir? Bərk, maye. Bəs qazda necə edək müəllimə? Qazda sıxlıq düz tərsə tərs. M-lə düzdür. V ilə isə tərs asılıdır. Bax, bu qədər. M-lə düz, V ilə tərs asılıdır. Sonra bir dənə baxaq görürük, orada bizim ayrı nəyimiz var. Qoy bir dənə müəllimimiz fikirləşsin. Məndə də bəlahətən gələn yadımdan çıxır. Newtonun artıq gəldik biz bunu deyəndən sonra. Burada bir də məsələn tutaq ki, ən çox nə verirlər? Qüvvənin düsturlarına, bir dənə qüvvənin düsturunu yazdım, əsas düstur yadımdan çıxır. F bərabərdir M-a. İndi birdən deyirlər ki, Newtonun ikinci qanunun riyazi ifadəsini yaz. Riyazi ifadəmiz
cismin təcili ona təsir edən qüvvə ilə cismin kütləsi tərs mütənasibdir. Yaxşı, mən həmişə yadda saxlamaq üçün deyirəm ki, təcil və qüvvə bir-biri ilə qardaş kəmiyyətlərdir. Lakin təcil kütlədən düşməndir də, düşməndir. A-N-lə necə asılıdır? Tərsdir, tərs asılıdır. İndi bunu riyazi ifadə olaraq necə adlandıraq? A1 böl A2 bərabərdir M2 böl M1 və yaxud da ki M1 böl M2 V2 böl V1. Uşaqlara həmişə deyirəm ki, ay uşaqlar, bu kütlə təcili qatını deyirəm ki, kütlə sürəti qatını uşaqlarıma deyirəm ki, ay uşaqlar, mən tez qatıram, yoxsa bir dənə kökməliyim, uşaq deyirməliyim siz. İndi Allah o biabırçılıqdan qorusun ki, bir dənə kilolu müəllimlə mən qaçam, mən uduzum. Onda fizika qanunlar yox olar tamamilə. Ya da məsələn, nə bilim, indi balaca uşaq gələndə gör necə qaldırırsan, mən balaca uşaq necə qaldırırsan yuxarıda. İndi sənin qabağında səndən eyni çəkdə bir adam qaldıra bilmirsən, əlbəttə güc də çatmır. Deyirə yadında saxlaya bilirik, neyini? Hə, bunu yazdıq beləcə. Sonra Newton ikinci qanunu dedim. Sonra F-ləri dedik, EMA-ları dedik, müəlliminizin yadına düşsə. Hə, indi baxın sizə bir şey öyrətsəm. F bərabərdir mənim düsturum M-adır. M-in yerinə rho və A qoysam, B-nin də nədir? V kürəti nədir? V bərabər 3/4 pi R-in kubu. Deməli, mən gətirib başlayacağım. Bunun yerinə, baxın, mən yerinə qoyub yazsam, rho vuraq 3/4 pi R kubu. Bunu bugünkü uşağın biləcək ki, o səhv sayıb, ona görə müəllimi başa salır. F. R-in kubundan düz asılıdır. Ancaq təcil elə deyil. Deyir ki, qardaş deyil, o da qardaşdır. Qardaşlığına qədər göstərmir. Axı, nə olsun qardaş kəmiyyətdir? Bu hara gedirsə də deyir, get ora get. Bu da ora gedəsə deyir ki, bunun da fərqli şeyləri var, xüsusiyyətləri var. Əkizdir ki, əkizlərin görə özünün fərqli xarakteristikaları. İndi qüvvə indi yeni şey deyil, təcil yeni şey ola bilməz axı. A bərabər F bölü M-dir. Artıq M-i yeni rho V qoysam, bax, rho vuraq. 3/4. Bax, pi R-in kubu A-dır. M buradadır. Deməli, bu A R-in kubunla tərsdir. Bax, bunu yaddan çıxartma, unutma, diqqatma. Deməli, qüvvə R kubunla tərsdir. Ancaq təcil 1/R-in kubunla tərsdir. Onu uyğun, nə bilim, bərabər götürə bilmərik də. Bunu da harada götürüyor? Misallarda deyirik kürə məsələlər. Bax orada. Sonra, Newton ikinci qanunu varsa, deməli bu necə hərəkətdir? Bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkət ağzımızda nə deyirik? Bərabər təcil, bərabər, eyni, dəyişməz. Deməli, A da, F də T-dən necə asılıdır? Aslı deyil, konstdur, sabitdir. Yaxşı, sürət necə asılır? Ay uşaqlar, müsbət deyəndə sürət yeniləşənin qrafikini bilirik, yavaşlayanı bilirik. Mən nə götürə bilərəm? Məsələn, B-nin T-dən asılıq qrafiki deyilsə, yeniləşir. Mənim bu necə yadını saxlayar? Yeni getdi, bax, tez-tez getdi. Elə bilir ki, tez-tez getdi, məni ötəcəkdi. Baba, ötdü, getdi. S-də bunu nəyə oxşadırdıq biz? Kəpinəyin qanətlərinə. Bax, qanad açmışam. Bu da kəpinəyin qanətləridir. Qrafiklər bu cür olur. Bir də, görüm orada nə var, başımızı işlədək görək. İkinci qanundur. Məncə orada elə heç bir şey qalmadı. Bir də, orada nə var, qoy mən sizə deyim. Ay uşaqlar, indi siz uşaq deyilsiniz ki, uşaqlar deyib də özümdə deyirəm ki, uşaq deyilsiniz. Mənim uşaqlarım, siz özünüz uşaq deyilsiniz də. F bərabər M-adır. Biz də bundan qabaq dərs keçmişdə, çevirən dərsini keçmişik. Çox güman ki, yadınızda qalır. Çünki çevirə qara səhvə damınızda. M vuraq yazıram, A-nın əvəzinə nə qoyuram? V kvadrata bölə R. Omega V. Nə bilim, omega kvadratı R. Onları gətirib bura yerinə qoyuram. İndi məsələn, mənə deyir ki, sürətin sabit qiymətində radius 5 dəfə artdı. Mən deyir, nədir, qüvvə necə dəyişir? 5 dəfə artırsa 5 dəfə də azalır da. İndi sabit sürət deyirsə də, mən MV kvadratı bölə R-i yerinə qoyub yazmalıyam. Sonra bunu bitirəndən sonra mənim ən sevdiyim hissə bu bloklarda təcil və gərilmənin tapılmağı. O mənim doğmamdır. Onunla işiniz olmasın. Bilirəm siz zəhləriniz getdiyi hər bir düstur müəlliminizin doğmasıdır. Neyini? Onlar da mənimkilərdir. Məsələn, sizə belə bir cisim veriblər. Nə bilim, dözümdən çəkirəm, indi gəl bunu cavabları yeni olmayacaq. Bax, görərsiniz.
Özümüzdən verək. Yəni nə çəkək? Düsturu verim də. Ağrımayan başımı ağrıdıra bilək. Tədbirin düsturu nədir? A bərabərdir. M2 çıxar M1 M1 plus M2 vur C. Gərilmə qüvvəsi daha çox qüvvədir. Siz bilirsiniz ki, gərilmə qüvvəsində bütün qüvvələr kimi vahidi, newtondur və dinamometr adlanan cihazla ölçülür. J-ni də keçibsə qeyd eləmişəm. J nədir? Sərbəst düşmə təcilidir və qiymətini hamısını ağırlıq qüvvəsi dərsi bölməsində mən sizə tam izah eləmişəm. Oraya girib baxa bilərsiniz. Bir də burada bir nə var? Dayağın reaksiya qüvvəsi. Qoyun da deyim. Bu dayağın reaksiya qüvvəsi mən deyəndə həmişə uşaqlar nətər yadda saxlayır? Deyirəm, dayağın reaksiya qüvvəsinin baş hərfinə deyilir N. Deyirəm, müəlliminiz onda nə olur həmişə? Deyirlər ki, müəllim, biraz özünüzdən razısınız, başınız həmişə yuxarı olur. Deyirlər, ancaq incimirəm, narahat olma. N bərabər nə götürürəm? MC. Deməli, həm də bir də dayağın reaksiya qüvvəsi başı yuxarı olmaqdan əlavə pis bir şey deyil ki, reaksiya verir də hər şeyə. Ona görə uşaqlar mənim baş hərfimdən yada saxlayır. Deyirlər ki, mən siz tez reaksiya verirsiniz hər şeyə. Bir də özünüzdən adlı razısınız. Narahat olmayın, xətrimə dəymirəcəm. Bunda deyir bu reaksiya qüvvəsi olsun. Bir də bunu reaksiya qüvvəsinin vaxtı yerə newtondur. Məncə bu qədər. Bir də yenə hər ehtimala baxım. O deyirik, İstanbul'un yağışdan nə qorxusu var. Baxaq görək nəsə qaldısa da vay halıma, qalmadısa da şükür. Məncə yoxdur da. Elə bir şey varmı, yoxmu bilmirəm. İndi bu sonra biləcəyik. Bir də mən də düşünüm görüm. Yox, məncə yoxdur. Yoxdur, mən bilən yoxdur. Nəsə də olsa, indi dərslərimizdə özümüz deyərik. Sənə qədər kömək eləyə bildimsə də, nə xoş mənə. Sağ olun, gələn dəfə daha başqa yeni mövzunun izahı ilə gələcəm sizə. Sağ olun, gecəniz xeyrə qalsın.